Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi monitorinq imtahanlarına çox az bir vaxt qalıb. Ona görə də çalışdıq ki, maksimum tez bir müddətdə 3-cü sınaq nümunəsini hazırlayıb sizə təqdim edək və sizin üçün faydalı olsun. Faydalı olmaq demişkən, Samit müəllimdən tədris ilin əvvəlində nəşr etdirdiyimiz, ərsəyə gətirdiyimiz 50 sınaq monitorinq vəsaitini də hazırlamaqda məqsədimiz müəllimlərə, şagirdlərə faydalı olmaq idi. Və kifayət qədər müəllim, şagird vəsaitdən istifadə elədi, yaxşı geri dönüşlər aldıq və ümid edirik ki, imtahandan sonra imtahanda düşən sual modellərinə uyğun, mətn nümunələrinə uyğun kitabı təkmilləşdirərik və yenidən siz müəllimlərin və şagirdlərin istifadəsinə verərik. Vaxt itirmədən keçək sınağa. Deməli, sınaq nümunəsini bu dəfə 5 mətnli yox, 4 mətnli etmək qərarına gəldik. Yəni, ümid edirik ki, imtahanda da 5 yox, 4 mətnli olar, 4 dənə mətn düşər. Bu, təbii ki, şagirdlərin işini asanlaşdıracağını düşünürük. Və xüsusən burada diqqəti nəyə çəkmək istəyirəm? Yazdığımız sualların bir çoxu ötən il monitorinq imtahanında düşmüş suallardır. Xüsusən onlara diqqət çəkəcəm. Bir də açıq suallara. Yerdə qalan sualları şagirdlərin yazacağını düşünürəm. Deməli, bir dəqiqə. Birinci sual. Deməli, mətnimiz bədii mətndir. Birinci mətn, insanlar nəyə lazımdır? Lev Tolstoydandır. Birinci sualımız mətn kimin dilindən nəql olunurdu? Bu ötən il düşmüş sualdır. Yəni, mətni oxusaq, bizə aydın olar ki, mətn balaca oğlanın dilindən nəql olunub. Daha sonra üçüncü suala baxaq. Bu da ötən il düşmüş suallardan biridir. Nöqtələrin yerinə yazıla biləcək cümləni müəyyən edin. Balaca oğlan bağa girəndə gördüyü mənzərədən kədərlənir. Çünki sıçanlar bütün ağacların kökünü yeyib qabığını dişləmişdilər. Ona görə oğlan kədərlənir. Sonra burada baxaq 8-ci suala. 8-ci sual açıq yazılı sualdır. Bunu əlyazı ilə yazmaq lazımdır. Deməli, baba nə üçün qarataq və kəhliklərin siçanları öldürməməyi xahiş edəcəklərini düşünür? Yəni, mətnə baxsaq görərik ki, baba deyir, əgər siçanlar öldürülsə, tülkülər gedəcək qarataq və kəhliklərin yuvalarını dağınacaq. Çünki tülkülər daha çox siçanlarla qidalanır. Siçanlar olmasa, məcburdular ki, gedələr qarataq və kəhliklərin yuvasını dağıdalar. Deməli, qarataq və kəhliklər xahiş edəcək ki, siçanları öldürməsin həmin balaca uşaq. Yəni, bunu qısaca bir-iki cümlə şəklində bura qeyd etmək lazımdır. Sonra baxaq informativ mətndə 10-cu suala baxaq. Deməli, hansı başlıq və yarımbaşlıq mətnin məzmunu ilə bağlı deyil? Bu da ötən il düşmüş suallardan biridir. Bunu yazmaq çox asandır. Yəni, bağlı deyil deyirsə, deməli, biz variantları oxuyuruq. Hansı məsələ mətndə öz əksini tapmayıbsa, onu götürməliyik. Baxırıq, deyək, koalanın yemək alışqanlıqları mətndə var. Varsa götürmürük. Koalanın yaşayış mühiti mətndə var, götürmürük. Koalanın fiziki xüsusiyyətləri mətndə qeyd olunub, götürmürük. Koalanın nəsli artırması, bununla bağlı mətndə heç bir şey yoxdur. Deməli, götürmək lazımdır. Sonra 11-ə də baxaq. Mətnə əsasən aşağıdakı nəticələrdən hansını çıxarmaq olar? Yəni, mətni oxuyub hansı nəticəyə gəlmək olar? Baxaq A-ya. Koalalar su ehtiyaclarını əsasən çaylardan ödəyir. Baxın, bu yanlış fikirdir. Mətni oxusaq bilərik ki, koalalar evkalip ağacının yarpaqları ilə qidalanırlar. Və bu yarpaqlardan həm qida alırlar, həm də su ehtiyaclarını görmüş olurlar. Evkalip yarpaqları bütün heyvanlar üçün əsas qidadır. Xeyr, evkalip yarpaqlarında lif həddindən artıq çox olduğu üçün onu bütün heyvanlar onunla qidalana bilmir. Yalnız koalalar və bəzi heyvanlar. Az sayda heyvanlar. Koalalar yaşadıkları mühitə xüsusi uyğunlaşmalar qazanmışlar. Bəli, mətndə bununla bağlı bir məlumat qeyd olunub. Baxın, deyir, bu xüsusiyyətlərlə koalalar Avstraliyanın qərbi və şimali daxil olmaqla müxtəlif iqlim şərtlərinə uyğunlaşa bilirlər.
Koalalar yalnız yağışlı ərazilərdə yaşayır. Bu da yanlış fikirdir. Səbəb-nəticə cədvəli. Səbəb-nəticə cədvəli formasında sual ötən il düşmüşdü informativ mətndə, amma o biraz bundan fərqli idi. Amma yenə də bu sualda yaza biləcəyinizi düşünürəm. Çox da çətin bir sual deyil. Mətnə istinadən yazmaq mümkündür. Deməli, 15-ci suala baxaq. 15-ci sualda da cümlə mətnin hansı abzasına əlavə edilə bilər? Cümləni oxuyuruq ki, onların yaşayış mühitinin qorunması koalaların gələcəyi üçün çox vacibdir. Bu cümləni oxuna bilir ki, bu koalaların qorunması ilə bağlı olan bir cümlədir. Ona görə də hansı abzasda koalaların qorunmasından bəhs edilirsə, o abzasa əlavə edilə bilər. Biz baxırıq ki, burada 5-ci abzas. Bu heyvanların qorunması üçün bir çox təşkilatlar, qoruma proqramları mövcuddur. Burada deməli ondan bəhs olunursa, deməli bu abzasa biz o cümləni əlavə edə bilərik. Keçək argumentativ mətnə. Argumentativ mətn kağız kitab yoxsa elektron kitab. Yəni bununla bağlıdır. Bu mətndə həm kağız kitabın üstünlükləri qeyd olunub, həm elektron kitabın və sonda nəticə hissəsində də müəllifin mövqeyi qeyd olunub. Burada da elə çətin suallar qarşımıza çıxmır. Bir burada açıq suala diqqət çəkmək istəyirəm. Hər iki kitab növünün vacibliyini mətndən arqument gətirməklə təsdiq edin. Deməli, birinci kağız kitab barədə, kağız kitabın vacibliyi, üstünlüyü barədə bir arqument gətirib bura qeyd edirsiniz. İkincisi də elektron kitabın üstünlüyü barədə bir arqument gətirib qeyd edirsiniz. Yəni, bu qədər sadə. Çox da mürəkkəb sual deyil. Dördüncü mətn, təlimat verici mətn. Biz yanğın təhlükəsizliyi təlimatları. Onu vermişik. Yəni, bu təlimatları oxuyub, yanğın zamanı, yanğın baş verdikdə bu təlimatlara əməl eləmək bəzən həyat qurtarır. Deməli, bu mətnlə də bağlı elə çətin suallar yoxdur. Misal üçün, baxaq 24-cü suala. Tüstü çox olduqda necə hərəkət etmək lazımdır? Mətnə istinadən cavab verə bilərik ki, tüstü çox olan zaman yerə yaxın hərəkət etmək lazımdır ki, yəni tüstü adətən yuxarı qalxır, yəni yerə yaxın, aşağı yerdə təmiz hava olur, yoxsa əks halda tüstüdən zəhərlənə bilərik. Yəni, digər suallar da elə çətin suallar deyil. Ümid edirik ki, sizin üçün faydalı oldu. Əgər faydalı olduğunu düşünürsünüzsə, bacardığınız qədər videonu paylaşın. Daha çox şagird, daha çox müəllim videodan faydalana bilsin, istifadə edə bilsin. Və bir də PDF üçün bizim WhatsApp nömrəmizə yaza bilərsiniz. Həm Samit müəllimə yaza bilərsiniz, həm mənə yaza bilərsiniz. Yazıb PDF-i və cavabları əldə edə bilərsiniz. Hər bir şagirdə imtahanda uğur arzu edirəm. Ümid edirəm ki, Azərbaycan dilindən və digər fənlərdən maksimum nəticə ilə imtahanı yekunlaşdırasınız. Özünüzdən müğayət olun. Bu qədər.